Yeni il ən çox sevdiyim bayramlardan biridir. Hər il olduğu kimi bu il də ev bəzəmək istəyirəm, amma bu dəfə fərqli bir şeylər olsun istədim. Məsələn, kamin. Odur ki, tapdığım qutuları evə gətirdim. YouTube-da görmüşdüm, çox asan hazırlanırdı. Çünki eyni ölçüdə qutular idi. Üst-üstə qoyursan, yapışdırırsan. Mənsə təbii ki, eyni ölçüdə qutular tapmadığıma görə belə daha əziyyətli yolu seçdim. Odur ki, qutuları açıram və onlardan sütunlar hazırlayıram. Daha sonra isə bax bu cür maket qurdum. İşin çətin tərəfi bu maketi qurmaqdır. Gerisi yavaş-yavaş özü gəlir. Üzlük üçün isə ya yapışan aboydan istifadə edə bilərsiniz, ya da evdə penoplast varsa penoplast götürün. Mən penoplast götürdüm, çünki üzərində süni kərpiçlər yaradacağam. Odur ki, yapışdırırıq. Həmişə olduğu kimi, nədənsə mənim ölçülərim heç vaxt düzgün gəlmir. İşin xoşa gəlməyən tərəfi bir də tez-tez barmağımı belə yandırmağımdır. Daha sonra belə bir arka açırıq. Artıq kamin yavaş-yavaş öz görünüşünü alır. Daha sonra işlətmədiyiniz bıçaq, çəngəl varsa isidib penoplastın üzərində belə xətlər çəkirsiniz. Ehtiyatlı olun, çox möhkəm basmayın, yoxsa deşilər. Belə izləyin, ardı isə part 2-də.